Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş geldiniz. Ümumaz Azərbaycanımızı bütün ülkede yaşayan kardeşleri salamlayıram. 17'si oktyabr 2025'ci yıl. Bərdə mal bazarı. Bu ne sen çıkar mı kaka? Altındaki 5. balası. Altındaki 5. bala. Sütü nerede bunun? Sütü tertemiz 12 litre. Baladan başka? Bir məməsi bal əmir. Aha 12 litrede sütü. 10 litre şərtə verir. 10 litrede şey. Hangi balası mı? Ev düşürdü. 10 gün biz oy var. 10 gün. Kıymeti nedir be? Mən 2900 manat. 2900 lira. Son yer 2800 manat. Pul alacağın 2800. Ha, 2800 manat. Allah xeyirli bazar versin. Ömrə görə deyəcəm ya. Ünvan herhalde. Ha? Divanlı. Divanlı. Bazar olsun. Şako. 10 litre suda. Sattım. Balası düşür. Sütü nerede bunun? 10 litre. Haram aldı bunu. Buradan bütün Azərbaycandakı izləyicilərimizə salamlayıram. Qiyməti nədir? Ha? 2600 lira. Allah bazar versin. Nömrəni deyirəm bir dənə. Hayır, Hava. Yok hocam. Böyle bir inek var. Balası. Adı mı? Erkek. Bakın görme güzel. Bunun neçənci qarındı? Üçüncü. Sütü nədir? 14-15. 15. Balası da erkəkdir. Erkek. Bir aydır. Gözəl, gözəl balası var. Qiyməti nədir? Kıymet 37. 3700. Dəyərli izləyicilərimiz mal qəhrəman tərtərdadır. Kim istəsə rəqə saxlasın. Saxlaya bilər. Bu bozaq qulaqda qardaşındır. Balası nədir bunun? Dişi. Balası dişidir. Gördüğünüz. Bozaq. Bu neçənci qarındır? Üçüncü bala. Üçüncü. Sütü nədir? Sütü 9. Qiyməti? Kıymet 3000. 3000. Qiyməti 3000 manat. Kardeşim var böyle bir ineği var. Balası nədir bunun? Dişi. Neçənci qarındır bu? 3. Sütü nədir? Sütü. 7. Qiyməti? 1600 lira. Sabahınız xeyir. Bunun erkəkli balası. Dersen Anguston balası. Söz görünmeli. Ha bak. Maylanma. Maşallah olsun. Bu ne sen zıgalındı? 4. Bunun sütü nedir? 30 litre. Balıyla balasız. Baladan əlavə.
Baladan əlavə 30 litr. Balası danquz, erkək suyunu maylanma. Qiyməti nədir? 6500. 6500. 30 litr eşətlə. Hara malıdır bu? Qəhrəman tərtər. Salam olsun. Bütün izləyicilərimizin hər birinə. Deməli, dəyərli izləyicilərimiz. Demək olar ki, bazarın gözüdür. Yəni, bax, gözü. Doğrudan yoxdur. Olan malını da batırmışlar. Ne aldığın şey? Balası erkək. Bozaq qulaq, orijinal bozaq qulaq. Baxın. Tərtəmiz. Baxa bilərsiniz. Bu neçənci qarındır qaqa? İkinci. İkinci. Balası neçə günlükdür bunun? Hardasa 25 gün. 25 gün. Südü nədir bunun? Süt 10 litr. Baladan başqa balı ilə. Bir balasının əmcəyin balası əmir. Aha, Üçündən 10 litr. 10 litr içində. Qiyməti nədir? Qiyməti 35'e deyir. 3500-ə. Yem nə verirsən mən buna? Adi kəpək və sağ. Göyə çıxır yoxsa adi ot mu? Yox, sədə olsun. Ota göyə çıxsa, Gözcüsü çox verir. 15 litr 10 litr üstü. göyə çıxsa. Hə. Hələ ikinci qarındır, babamız Ağqulaq orijinal. Tanıdığımız qardaş. Beş problemsiz. Kim alır, Allah xeyir versin. İnşallah yəqin ki, bizdən də izləyicilərimizdən kimsə istəyərsə problem yoxdur. Birbaşa qardaşımı Sibiyaz yaratdıracaq. Belə bir camış var 2900'də. Balası da dişidir. Görəm onun sütü nədir? Ve 5 litr. 5 litr. Birinci karnı değil. Belə görüşür. 29. Ha, değil. Bunu hardan gətirir ki? Bir tarafı. Ayası buralarda böyle. Tərtər. Ha, qəhrəman tərtər. Balası görən neçə günlükdür bu? Ya bir aylık ancak olur. Bir aylıq. Bir aylık ancak olur. Saç camışlar. Ben yani 500 adı yokladım. Bazar olsun. Kardeşim bax belə bir camışı var. Yox, YouTube'a çəkirəm. Bu da bizim Pürhan. Bundan sonra bazarların videolarını bu kişi çəkəcək. Hələ ki öyrənir, baxır. Görək nə cür çəkilir videolar. Hardan gətirmisən qardaş? Buradan bütün İsmail'daki izləyicilərimizin hər birini salamlayıram. Gözəl qardaşım. İsmail'in hansı kəndi? Yəqin ki bu siz kəpənəklər görürsünüz da. Ha, lap gözəl. Öz camışınızdır da bu. Sütü nədir bunun qardaş? 5. Yem nə verirsiniz? Göğe gedir yoxsa madde ot versin? Kuru ot verirsiniz. Neçə baş camışınız var satdıq bax belə form. Yəni çörəyini alıb satsınız. Allah ruzu bərəkətinizi versin. Ha, nə gözəl, nə gözəl. Bəs tutaq ki, bunun biri, məsəl üçün, sən İsmail'də müştərimiz hardansa sipariş edilsə göndərə bilirsiniz da. Bəyəndiyi heyvanı. Nə gözəl. 5 litr dedim bu. Neçənci qarındır bu? Balası neçə aylıqdır bunun? 7 aylıq. Yenidən höyürünü alıb yoxsa necə? Nə qədər bax? 3 aylıq. Nə gözəl. Ha, lap yaxşı.
İsmail'dadır qardaş heyvan. 5 litre sütü var, 7 aylıq balası böyründə, 3 aylıqda qarnı boğaz. Allah xeyrini versin. İnşallah kim istəyir birbaşa əlaqə saxlayarlar. Qardaş bazar olsun. Sağ ol, sağ ol. Kimdən gəlmisən? Bəy. Qiymətlər? Qiymətlər 750. Aha. 1050'ye kimi. 750'na. Qaran neçə deyirsən? Bəli. 1050 manat. Neçə deyirsən onları? Bunları 700 manattan 1250 manat. O qaran neçə deyirsən? Paranı 1050'ye. Nədə o elə? Angus var. Angus mərəzi. 1050'ye? Ha? 1050? Ha. Elə bu qaqa, sən görmüsən, nə qəsəbədə. Ah, belə buzoylarımız var. Qiymətləri 800'dən başlayır. Düz 1000. Qaqa, 7 onların birini bir getirək idi. Ben sana demin Qiymətlər neçə iləndir? 750'den 850. Bunun dişli var. Yok erkek. Hamısı erkəklər. Bir ayla ay yarımlık değil. Bak diyorum ona bu ot yiyen. Hansı o Erkek buranın ot yiyen ay yarımlık. ayarında. Çattırılmamız da var. Çatdırılma var ki, sizlik yoxsa Değil mi ben? orijinal simentallar. Erkək. Qaqa neçədir bu simentallar? Neçə aylıqdır bu? 1 aylıq. Və o anguslar neçədir? Bu ikisinden birini bir. 1150. Və bozaq qulaqlar Abdullah 950. Bu da sorun nedir? Doğru. Evet 860. 900 manatdır. 700 dişidir. Pazar olsun. Ne var ne yok? Neçəylədir bunların qiyməti? 1950 ilə. Hadi mal ver hele. Kaldım burada. Onu da alalım. Hay. Qaqa qiymət neçədir? Buraya. Yok. Ha, 950. 1950 ilə. Temiz dağılma. Ümumiyyətlə bazarda alıcılıqla fərqdir. Zəifçilikdir. Doğru duruma bak. Hə? Duruma bak. Bazarın olsun. 18 mi? 1800. Buna bak. Alıcılıq nəsədir bazarda? Zayıf, çok zayıf. Niyə? Elə verələrindən deyir ona bak. O, hava kimdir? Bravo. Onu yakınlaştırırız. Kimi? İslam. Həmçə.
Eşek. Salam aleyküm. Qiymətdə neçədən? Neçə deyirlər bunu yola? Bunları 16.50 ilə. 1650. Alıcılıq zəifçilik. 19.50. Bunların belə diri çəkisi nə qədər olar? 110, 120. Əti ha? Ha diri çəkisi nə qədər? Benim o kaçım. Və əti diri çəkisi nə qədər olar? 250, 270. Deyəsən heç böyün bazar dirənir. Qaqa, xəstəliklə bağlı qorxu var. Yəqin ki. Amma xəstəlik necə azalıp biz sadəcə alacağıq. Geçen hafta bir şey, neyden adı? Tamam. Bazara diqqət edirlər, çox möhkəm diqqət edirlər. Dezinfeksiya edirlər, Allah. Bazar yəsin, canı sağ eləsin. Bazar olsun. Sağ ol, sağ ol. Ay Semo. Baba ne var ne yok? Neçəyləndi qiymətdə? Qiymət üst-üstə. 1380 manat. Güzaşt eləyəyizsə. 4.000 vereceğiz, bölü 3800'ünü alacağız. Aşağı. Saat böyle hürmetim var. Geç hansı mal isteyeceksin. Çöreğin yoksa sen de çöreğin. Aynı ikinci kıymet. Bak nasıl. Hem şef bağlı hürmet. Hemen şey. Onları peyyemen bağlasam benden uğradım. Allah pazar versin. Kardeş pazar olsun. Neçəyle dürək bunlar? Evet, çom üst-üstə. 15'ten diyelim. 1500'den deyirsiniz. Aydındır. 15'den üst-üstə deyir. Çom. Bak, içində bir dənə şarol var geçen. Kırmızı. Allah hayırlı pazar versin. Yani göre 12 elde. Pazar olsun. Neçəli belə çok? 1250 ilə çok. Neçə baş burada heyvan var? Ha? 35 tane. Hara malıdır bu? Ağcabədi rayonu Qiyaməddin kəndi. 1250 ilə çok. Her malın var. Senin. Ya bu niye siyah? Az kaldı. Ben de görüm aslında. Sen de görüm. 12 alma.
Her şey işlemanda. Hızla da bak öyle. Olur ya. Deməli 12 yarımdan. Kim istəsə nömrəsini desin. İzləyicilərimizdən, yəni belə edin. Ben icazı veremem. Bizdə deyil. Bunun nə qədər əti var? Bundan benim 4 kişi. Haydi bak ben kaçıyorum. İyi hadi o içten uşak bunu be. Ne projektörün böyle. 4 kişi. Şu soğuktan oluyor. 4 kişi əti. İnsanın aldı bu. Vallahi ben bilsem. Neçə deyirsən buna gözəl oğlan? Neçə deyirsən onu da? Ha? 5200. Deməli dəyərli izləyicilərimiz. Bugün inşallah Bərdə bazarından bu qədər. YouTube kanallarımıza abunə olmağı unutmayın. Görək bugün qapanla kəskilik neçədir? Məzəndəni soruşub deyəcəyik sizlər üçün. Çəkilişimiz hələ davam edir. Gedək çəkək. Bugün kəsimi 15-16 manat civarındadır. Bugünlük bu qədər. Bərdə mal bazarından çəkilişimizi yekunlaşdırırıq. YouTube kanallarımıza abunə olub like verməyi də unutmayın. İnşallah güzel videolarımızı burada da yekunlaşdırırıq. İnşallah güzel video roliklerini paylaşacağız, bakarsınız. Allah bize alana da satalım, hayır versin. Bugün Bərdə bazarına bu kadar.